Salam əziz abituriyentlər. Bu videoda mən sizə keçid balları nə olacaq, onu göstərəcəm. Ümumiyyətlə keçid ballarının artıb azalması yox, ümumiyyətlə keçid balı nə olacaq? Yəni dəqiq nəticə onu nümayiş elətdirəcəm. Deməli siz bizim qəbuləyə.az saytından keçid edirsiniz, balınızı, qrupunuzu və sairə yazırsınız, hər bir şey. Proqnozu göstər dedikdə isə bu il üçün keçid balı nə olacaq, onu deyir. Deyə bilərsiniz ki, siz bunu necə edirsiniz? Axı keçid balları çıxmayıb. Ümumiyyətlə qəbul balları necə formalaşır? Statistika jurnalı vasitəsilə plan yerləri və həmən il üçün ərizə verənlərin sayı. Biz bunların 7 il statistikasını toplamışıq, bir aya gətirmişik və bizim bu sayt təxmin eləyə bilir ki, keçid balları bu il üçün nə olacaq? Yəni burada məsələn 503.9-dur. Keçid balı indi dim paylaşanda 505 çıxa bilər, 507 çıxa bilər, 502 çıxa bilər. Amma ki, yəni çox yaxındır da, belə dəhşət yaxındır. Siz hər hansı bir ekspertə gedirsiniz. Ekspert atıram da sizə 15 dəqiqə baxır, deyir bu ixtisas 20 bal artacaq, 30 bal artacaq, amma bizdə elə deyil. Bizdə tam çox dəqiq nəticəyə yaxındır. İndi biz sizə başqa performanslar sunuruq, belə deyək. Məsələn, siz burada bal sıralamasına daxil olursunuz. Keçən öz balınızı yazırsınız. Məsələn, burada aralıq seçirsiniz. Aralığı seçdikdən sonra məsələn burada yazır ki, 390-410 bal arasında yığan abituriyentlər 356 dənə var. Amma bu həmçinin keçən ili də görə bilərsiniz. Tutaq ki, keçən il 390 nəfər yığıb, indi isə 356. Siz avtomatik olaraq bizim sayt vasitəsilə baxa bilərsiniz ki, keçid balları həmən məsələn bal aralığında düşəcək də. Çünki insanlar az bal yığıb. Keçən il 390 nəfər idi, indi 356 nəfər. Yəni 34 nəfər azalma olub. Yəni sən bir abituriyent kimi fikirləşəsən ki, indi həmən ixtisaslarda azalma ola bilər. İndi isə 3-cü qrupa baxaq. 3-cü qrupda dəhşət nəticələr ola bilər. Amma baxaq. 390 1008 nəfər yığıb, hal-hazırda artıb. Yəni 3-cü qrupda biraz rəqabət çoxdur. Allah hamımızın köməyi olsun. Həmçinin burada çox qəşəng nüanslar var. Məsələn, burada ən yaxşı ixtisaslar. Ən yaxşı ixtisasları seçəndə halım ki, 3-cü qrupsuzda hüquqşünaslıq, harda işləyə bilərsiniz? Məsələn, işləyəndə nə iş görürsünüz? Maaşınız falan, hamısı burada yazılır. Universitetlər üçün də keçid balları burada qeyd olunub. Yəni belə. Bizim saytımıza keçsəz, bizə çox minnətdar olarıq. Sizə də çox köməklik olmuş olar. Mən ümid eləyirəm ki, abituriyentlər üçün çox xeyirli bir saytdır. Həmçinin biz burada gələcək güncəlləmələr də eləyəcəyik. Çox möhtəşəm sayt halına gətirəcəyik.